Yeni bir fail yaratmaq üçün bilirsiniz ki, Access-də nə etməliyik? Deməli, blank database seçirik. Buradan ad veririk. Mal. Deyək ki, adı veririk elə. Mal, create və cədvəlimiz yarandı. Hətta susmaya görə table bir dənə cədvəl də verir bizə. Və bu cədvəlin strukturun təyin eləmək üçün bax, sağ tərəfdə aşağıda görürsünüz. Design view və datasheet view. Hal-hazırda datasheet view-dayıq biz. Design view, yəni design rejiminə və yaxud konstruktor rejimə keçid etməliyik. Vururam o düymənin üzərinə və salam, artıq konstruktor rejimə keçdim. Və bu rejimə keçən zaman biz cədvələ ad verməliyik. Cədvələ mal, sat adı verirəm və OK vururam. Cədvələ ad verəndən sonra Design View, yəni bunu əməli rejimdə deyilir, konstruktor rejimdə deyilir və s. Design View rejimi açılır və biz burada artıq sahələri müəyyən edirik. Field Name hissəsində biz sahələri daxil edirik. İlk öncə susmaya görə ID sahəsi gördüyünüz kimi bizə təqdim olunur və onun tipi də avtonumber olur. Yəni biz ona da avtonumber olaraq saxlayırıq. Yəni avtomatik olaraq hər dəfə yeni məhsul daxil edəndə növbəti ID nömrəsini özü təyin edir proqram. Sonra ikinci sahəmiz olur mal. Axı məsələnin şərtində belə deyir. Mal, satıcı və qiymət sahələri olmalıdır cədvəldə. Deməli, ikinci sahəmiz olur mal. Malın adını biz mətn tipində yazacağıq da. Məsələn, yağ, nə bilim, çay, qənd, misal üçün. Yəni, bunlar mətn tipində məlumatlardır. Ona görə tekst seçirik və hətta short tekst seçirik. Qısa mətn. Short tekst üçün aşağıda gördüyünüz kimi maksimal uzunluq verir. Field size 255 simvoldan ibarət bura ad daxil edə bilərik. Amma bizə o boyda ad lazım deyil. 255-i silirəm, 5-in birini silirəm, 25 saxlayıram. Sonra qiymət. Qiymət yox, satıcı. Qiymət axırda daxil edirik. Satıcı da insan adıdır, yəni insan adı daxil edirik. Yəni burada da mətn tipli informasiya daxil edirik. Və burada da 255-in 5-ini silirəm, qalır 25. Bundan sonra qiymət daxil edirəm. Qiyməti artıq biz valyuta ilə daxil edirik və buna short text tipi verə bilmərik. Qarşısındakı oxa vurmaqla burada tiplər açılır və qiymət üçün biz currency, yəni valyuta təyin edirik. Valyuta tipi təyin edirik və salam. Artıq bizim cədvəlimiz quruldu. Və bundan sonra aşağıda həmin o düymədən istifadə edərək görünüş rejiminə qayıdıram, daha doğrusu datasheet view görünüş rejiminə qayıdıram və gördüyünüz kimi yenidən cədvəlin save olunmasını tələb edir proqram. Yes. Save edirəm cədvəli və nəhayət cədvəlimiz hazırdır. Gördüyünüz kimi mal, satıcı, qiymət sahələrindən ibarət olan bir cədvəlimiz var. Və gəlirəm mal hissəsinə yazıram. Elə X yazıram, heç yağ yazmıram. X yazıram, X məhsul yazıram. Bir dənə A yazıram. Və s. Burada məhsullar və bir dənə də X məhsulu yazıram təzədən. Belə. Məhsullarımız bunlardır. X, X, Z, N, çay, nə bilim, yağ, neysə. Daha onlara ad vermirəm. X, Z, N, M saxlayıram. A, belə saxlayıram. Satıcılar, Nazim, yarı adlar təyin edirəm və qiymətləri burada təyin edirəm. İndi X məhsulunu Nazim də satıb, Fazil də satıb. Gəlin belə eləyək. Hətta burada Asifin əvəzinə bir dənə də silirəm. Burada bir dənə də Nazim yazıram. Hətta Təhməz yazıram. Təhməz yazaq. Daha maraqlı alınsın. Qiymət. Nazim X məhsulunu satıb 3 manata. Deyək ki, Fazil də 3 manata satıb. Nüşabə Z məhsulunu neçəyə satır-satsın bizim üçün fərqi yoxdur. 12 manata satıb. Deyək ki, Rəcəb M məhsulunu satıb 2 manata.
Sahil X məhsulunu satıb 5 manata. Təhməz X məhsulunu satıb 7 manata. A məhsulunu isə satıb 8 manata. Raqif X məhsulunu satıb 4 manata. Və cədvəlimiz artıq hazırdır. İndi biz bu cədvəldən X məhsulun, deyək ki, Y-i də 5 təyin edirik, özümüzdən deyək ki, 5 manatdan baha satan təhməz haqqında məlumatları çıxarmalıyıq. Yəni, bu məlumatları çıxaran sorğu hazırlamalıyıq. Bilirsiniz ki, sorğudur, cədvəldir, table, bunlar hamısı aksesin obyektləridir və bu obyektləri yaratmaq üçün create lent tabına gəlirik. Create və query design, sorğu yaratmaq üçün bunu seçirik və burada bizim zaten bir dənə cədvəlimiz var. Burada cədvəl bir neçə də nə olsaydı, bunların hamısını burada bizə təklif eləyəcəkdir. Seçirik, sorğu verməli olduğumuz cədvəli, sorğu vermək istədiyimiz cədvəli seçirik və aşağıda add düyməsi var. Add düyməsinə vurmaqla artıq sorğunu verə bilərik. Hansı sahələri sorğu verəcəksə, o sahələri seçirik. Misal üçün, biz seçməliyik mal sahəsini. Çünki biz mal sahəsinə sorğu verməliyik. Və mal sahəsindən bizə nə lazımdır? Hansı məhsul lazımdır? X məhsul lazımdır. Gəlirik, bax, burada aşağıda kriteriya hissəsinə, baxın. Kriteriya hissəsinə yazıram X. Yəni, mal sahəsindən X məhsulunu götürməyim üçün. Sonra keçirəm, qiymət sahəsini seçirəm. Qiymət sahəsində nə? Qiymət sahəsini seçəndən sonra yenə kriteriya hissəsinə yazıram. Nə yazmalıyam kriteriya hissəsinə? Deməli, yazmalıyam qiymət 5-dən böyük olsun. Yazıram bura, böyüdür 5. Gördüyünüz kimi böyüdür 5 yazın. Amma bizə satçı haqqında da məlumat lazımdır axı. Yəni, biz satçı sahəsini seçməsək, sorğunu belə bitirsək, bizə X məhsulunun 5 manatdan yuxarı satıldığı sətri göstərəcək. İşçinin adını göstərməyəcək. Odur ki, satıcı sahəsində seçirik. Amma burada artıq kriteriya hissəsini boş saxlayırıq. Heç nə yazmırıq kriteriya hissəsinə. Sadəcə show hissəsində qabağında bu qalıska olmalıdır ki, yəni görünsün. Satıcının adı görünsün. Vəssalam, artıq sorğumuz hazırdır. Bundan sonra gəlirik sorğunun üzərinə save düyməsini vururuq. Və sorğuya ad veririk. Neysə bir ad. Sorğu elə ad qoyaq sorğu. Sorğu 1. Vəssalam. Artıq bizim sorğumuz hazırdır. Bundan sonra sol tərəfdə all access object, bütün obyektlər olan hissədə sorğu yazısının üzərinə 2 dəfə klikləyirik və açılır. Niyə görə göstərmədi? Göstərməliydi bizə. Qiyməti 5 manatdan yuxarı olan X məhsulu. Ayda. Bilirsiniz niyə göstərmir? Burada M yazmışıq təhməzin qarşısına, ona görə X. Bunu dəyişib X eləyirik. Bundan sonra bunu yaddaşa veririk. Balaca bir səhv. Aha. Bundan sonra dizayn rejimində keçək. Deməli, X məhsulunu təzədən daxil edirəm. X məhsulun və indi qaydırıq və gördüyünüz kimi artıq hazırdır. Deməli, nə baş verdi? Biz təhməzin qarşısına M yazmışdıq mal cədvəlin özündə. Yəni, qiyməti 5 manatdan yuxarı bir X məhsulu olmadığına görə bizə heç bir nəticə çıxartmamışdır. Biz mütləq bu X məhsullarının birinin qiymətin 5 manatdan yuxarı yazmalıydı da. Fikir verin, bura mən M yazmışdım. Digər X-lərin qiyməti hamısı 5 manatdan ucuzdur. Birinci, ikinci X-ləri 3 manat, axırıncı X 4 manat. Bir dənə bunun qiymətidir 7 manat. Bunu da qabağına M yazmışdım. Ona görə heç bir nəticə çıxartmamışdı. Vəssalam, bu da sorğu. Gördüyünüz kimi
sorğu cədvəlin içərisindən məhz X məhsulunu 7 manata satıldığını göstərir və kim satıb onu? Təhmil satıb. SQL-ə keçirik və yaxınlaşdırıram, baxın. Deməli, mal-sat cədvəlin adıdır mal-sat. Və mal-sat cədvəlindən seçib malı, mal bərabərdir X, gördüyünüz kimi. And, fikir verin, and, yenə cədvəlin adı mal-sat, qiymət böyüdür 5-dən. Və salam. Yəni, mal-sat bərabərdir X, and, qiymət böyüdür 5-dən. Deməli, bizim də Y variantında da məhz o cür yazılıb. İndi burada qiymət qabağı yazdım. Qiymət böyüdür Y, and, mal bərabərdir X. Biz birinci mal sahəsini seçdik deyə, orada bizdə birinci malı göstərdi. Ümidvaram aydın oldu inşallah. Əgər aydın olmadısa, ümumiyyətlə bu tipli suallar sizə çətin gəlirsə, deməli biz inşallah avqust ayının 15-dən yeni qruplarla hazırlıqlara başlayırıq, magistratura hazırlıqlarına. Ekranda yazdığım nömrənin 077 455 63 23 bu nömrənin WhatsApp ilə əlaqə saxlayaraq bu qruplara yazıla bilərsiniz. İlk dərs ödənişsiz olacaq, sınav dərsi olacaq və sınav dərsində iştirak edərək yəni müəyyən sualların cavablarını tapa bilərsiniz. Çox sağ olun, növbəti izahlarda görüşənədək. Sağ olun.